Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarının və adətlərinin pozulması, hakimiyyətin zorla ələ keçirilməsi və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində Bakı Hərbi Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışının növbəti iclasında əvvəlcə təqsirləndirilən Arkadi Qukasyan çıxışını davam etdirdi. Arkadi Qukasyan apellyasiya şikayətinin əsaslandırılması üzrə çıxışının icrasına ötən iclasda başlamışdı. Məhkəmədə təqsirləndirilən şəxslərə, onların müdafiəçilərinə çıxışlarını təqdim etmələri və apellyasiya şikayətlərində irəli sürülən dəlilləri əsaslandırmaları üçün vaxt məhdudiyyəti qoyulmadan kifayət qədər sərbəst imkan yaradılıb. Barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslər bildikləri erməni və rus dillərində tərcüməçilər, habelə hüquqlarının müdafiəsi məqsədi ilə hər biri dövlət hesabına 2 vəkillə təmin ediliblər. Arkadi Qukasyan çıxışında ona qarşı irəli sürülən ittihamla razılaşmadığını bildirdi. Ötən iclasda Arkadi Qukasyanın hüquqlarını qoruyan müdafiəçisi də çıxışında təqsirləndirilən şəxsin barəsində çıxarılmış hökmün ləğv olunmasını və ona bəraət verilməsini xahiş etmişdi. Qeyd edək ki, Arkadi Qukasyan Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Sonra təqsirləndirilən Vasili Beqlaryanın vəkili apellyasiya şikayətinin əsaslandırılması üzrə çıxışını icra etdi. Bildirdi ki, o və hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə razı deyillər. Vəkil həmin hökmün Vasili Beqlaryana münasibətdə ləğvini və təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Vasili Beqlaryan vəkilinin çıxışı ilə razılaşdığını dedi. Ona qarşı irəli sürülən ittihamla razılaşmadığını ifadə etdi. Ardınca təqsirləndirilən Bako Saakyanın vəkilləri çıxış edərək verilən apellyasiya şikayətinin qəbul olunmasını, təqsirləndirilən şəxsin barəsindəki Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünün ləğvini və əvəzində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Belə ki, Bako Saakyan Bakı Hərbi Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum olunub. Bako Saakyan isə çıxışında dedi ki, vəkilləri onun xahişi ilə apellyasiya şikayəti veriblər. Təqsirləndirilən ona qarşı irəli sürülən ittihamla razılaşmadığını bildirdi. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi, hakimlər Emin Mehdiyev və Mehriban Qarayevadan ibarət tərkibdə keçirilən iclas məhkəmə istintaqa aparılmadan və əlavə sübutlar tədqiq olunmadan keçirilir. Məhkəmənin növbəti iclası iyulun 14-də keçiriləcək. Qeyd edək ki, təqsirləndirilən Lyobom Natsikanyan, Arayi Karutunyan, David Manukyan, David İşxanyan və David Babayan Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər isə müvafiq olaraq 15 ildən 20 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.